Azərbaycanda Muay Thai-nin idarə olunması ilə bağlı məsələyə tam aydınlıq gətirilməsi. Hörmətli cənab nazir, əziz dost, son görüşümüzdən müəyyən vaxt keçir və mən IMC-nin prezidenti, OTC-nin prezidenti və Sport Akorun üzvü kimi qarşıdan gələn konferansda sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyirəm. Lakin bugün sizinlə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmi şəkildə tanınan və Muay Thai idman növünün dünya üzrə idarəçi qurumu olan Beynəlxalq Muay Thai Federasiyaları Assosiasiyasının baş katibi qismində müraciət edirəm. Azərbaycanın Muay Thai-nin idarə olunması ilə bağlı mövcud vəziyyəti müzakirə etmək istərdim. Çünki bu məsələdə müəyyən anlaşılmazlığın olduğu görünür. Bizə daxil olan məlumata əsasən, Azərbaycan Kickboxing Federasiyasına sizin hörmətli nazirliyiniz tərəfindən Azərbaycanda Muay Thai idman növünü idarə etmək üçün tam səlahiyyət və tanınma verilmişdir. Eyni zamanda uzun illərdir İFMA-nın üzvü olan Azərbaycan Muay Thai Federasiyası və onun prezidenti cənab Araz Musayevin bu prosesdən kənarda saxlanıldığı görünür. Tam hörmətlə bildiririk ki, İFMA hər bir ölkənin idman qanunvericiliyinə və qaydalarına hörmətlə yanaşır. Lakin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və möhkəm nizamnaməyə malik Beynəlxalq Federasiya olaraq Kickboxing Federasiyasının Muay Thai üzrə Milli Federasiya kimi qəbul edilməsi mümkün hesab etmirik. Kickboxing ayrıca bir idman növüdür və o da öz Beynəlxalq Federasiyası vasitəsilə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Buna görə də hər iki idman növü müstəqil şəkildə fəaliyyət göstərməlidir. Bu məsələ ilə bağlı aydınlıq əldə etmək və Muay Thai sayəsində yüksək istedad nümayiş etdirmiş Azərbaycan idmançılarının maraqlarına ən uyğun həlli yolunu tapmaq istəyirik. Qarşıda həm Muay Thai-nin, həm də Kickboxing ayrı-ayrı idman növləri kimi proqramda yer aldığı çox saylı beynəlxalq yarışlar nəzərdə tutulur. Buna görə də beynəlxalq idman sisteminin prinsipinə uyğun fəaliyyət göstərilməsi vacibdir. Məhz bu səbəbdən biz Milli Kickboxing Federasiyasının İFMA-nın üzvü kimi tanıya bilmərik. Bu məktubun sürəti İFMA-nın baş direktoru və üzvlük departamentinin direktoruna da göndərilmişdir. Məsələni İcraiyyə Komitəsinin müzakirəsini çıxarmazdan əvvəl sizin tərəfdən bu məsələyə aydınlıq gətirilməsini və mümkün olarsa Azərbaycanın və Muay Thai idmançılarının mənafeyi naminə gələcək addımları birlikdə müzakirə etmək üçün görüş keçirilməsini yüksək qiymətləndirərdim. Sizə hər zaman olduğu kimi dərin hörmətlə və dostluq hisslərimi ifadə edirəm. Hörmətlə Stepan Fox, Beynəlxalq Muay Thai Federasiyaları Assosiasiyasının baş katibi. Bu məktub 2025-ci il 19 yanvar tarixində Azərbaycanın Gənclər və İdman Naziri cənab Fərid Qayıbova şəxsən göndərilmişdir.